Bilirsən, o bak şehirlerin hoşuma gelmiş. Onlarda yürekten gelen, kalp sindiren bir samimiyet olduğu için çap elemeye məsləhət faydalıdır. Size derin teşekkürünü bildirmek istedim. Bu bizim borcumuz. Asli sənət eşqiyle yanan cavanlarımızı seçip bize çıkartmak, onları çap eləmək bizim borcumuz. Ama öyle yazanlar da var ki, bir memleketteki radyo, gazet, televizyon həqiqətin üstüne perde çəkir. Onun olmağından olmaması yaxşı. Öyle mi? Ben şəxsi əqidəti xilafına yazan yazışını, şairi, jurnalisti xəyanətə hesab edirəm. Bugün özünə xəyanət edən, sabah millətinə, torpağına xəyanət edəcək. Ağa eğilməsin. Hoş geldiniz, sefa getirdiniz. Çok sağ olun hanım. Tanış ol, Mələkə xanım. Mənim ilk oxucum, ilk tənqidçim, arxam, dayağım. Ən əsası isə uşaqlarımın anası. Yaxşı, yaxşı şəfi. Bir demədiyin heç nə qalmadı ki. Mən şəfinin qəzetinin daimi oxucusu olduğuma göre sizin şeirləri də oxumuşam və çox hoşuma gəlib. Hətta kəsib saxlamışam da. Şəfidən soruşdum ki, o şair kimdir? Dedi, heç mən özüm də tanımıram. Buyur tanış ol Mələkə xanım. Yiğidin adını da eşit, üzünü də gör. Sizi gördüğüme çok şadım ağa eğilməsin. Lütfen iyisiz hanım. Hə, Şəfican. Ağay Necmettin zəng eləmişdi. Deyir sizə gələcəyəm. Şeirsiz demişəm ya mən. Doğrudan. Bu kilap ol. Sənin işlərin güzeldir. Ağay Necmettin bizim memleketin en zengin, varlı, hürmetli adamlarından özde yaman şehirperest. Bu tezelikçen cavan bir kız tapır. Daha doğrusu pulla alır. Dünya Hanım, doğrudan da Dünya Hanım denir. Sen təsəvvür edin ki, Dünya Hanım şehri Necmettin ağanın özünden çok sevir. O boyda kişiye tapşırıp ki, yanıma eli boş, şehirsiz gelse öz bəxtindən küskürəm. O boyda yazıq kişi de özünü o da göze vurur. Güzel, yüreğe yatan mühebbet şeyler aktarıp tapır ki, sevimli dünyasının yanına eli boş getirsin. Oho! Ağay Necmettin. Hoş geldin Ağay Necmettin. Hoş bulduk. Buyurun. Necəsiniz? Sağ olun, biz yaxşıyıq. Siz necəsiniz? Sağ olun, teşekkür ederim. Mələkə xanımın keyfi, əhvalı. Ömrümüzə dua edir Ağay Necmettin. Yaxşıyıq. Canım Taç xanım, Dünya xanım necədir? Yaxşıdırlar. Yaxşıdır görün bu ağır şair səni incidi belədir. Yox. Cavan olan kimi. Tanış eləmeyi unuttum. Bağışlayın Ağay Necmettin. Bizim cavan şairlerimizden. Laf yaxşı. Adın nədir ayol? Elmettin'dir. Şeyləriniz adı çap olunur. Ağay Necmettin, mən öz qəzetimdeki şeirini çap eləmişim. Qısa, amma mənalıdır yazdıqları. Çok güzel şiirlerdi. Benim de çok hoşuma geldi. Əgər sənin xoşuma gəlibsə, ikisində nəsə var? O kadar da tarife layık şehirler değil. Cavabın xoşuma gəlir oğul. Adam görək təvəzzükar olsun. Yoxsa bizim bəzi şairlər kimi, bir sətir yazan kimi deyir, ha, necədir? Şəfican, yadıma yaxşı düşdü. Bəs mənim şeir payım nə oldu? Ağay Necmettin, vallahi təzə bir şeirim yoxdur. Oo. Mələkə xanım, bu nə danışır? Mən indi Dünya xanımın yanına əli boş getməyim. Olmamış olmaz Necmettin ağa. Akşam şefi ne seyyar verdi? Mələkə xanım, onlar siyasi şeirlerdi. Dünya xanıması məhəbbət şeirləri gərəkdir. Necmettin ağa, deyirəm bəlkə Ölməddinin səsinə sözünə qulaq asaq. Necə olmasa təzə nəfəsdir. Yaxşı olar şef. Nə olar? Təzə bardaq suyu səhərin olar. Yaxşı, görək indi bu oğlan bülbül kimi cəhcəh vuracaq, yoxsa qarıldayacaq. Qarğa sözünü özüm bilərəkdən demədim ki, xətırləyər. Yaxşı olur. Göstər məharəti ustadın yanında yerək. Bu məclisə layık şeirim yoktur. Utanma Elmət. Burada özgə adam yoxdur. Hamısı öz ailəmizin üzvləri. Şair şeirsiz olmaz.
De gelsin oğul, de. Öptüm yanağından. Yandı dodağım. Qəmli gözlərimdə dan üzü güldü. Sevincdən titrədi əlim, ayağım. Üstümə şəfəqlər, nurlar töküldü. O an bir yuxuydu, incədən incə. Hələ ayılmayım qoy ondan, aman. Ayna qabağında durub gizlicə öptüm səni öpən dodaqlarımdan. Ayna qabağında durup gizlice öptüm seni öpen. Senin bu misraların beni kövrətdi oğul. Yaxşı. Xüsusən sonu çox havalı. Vallahi siz məni lap utandırırsınız. Yaxşı oğul, bu şeiri yaz ver mənə. Deyirəm, Dünya xanımın şeir paydı düzəl. Sizin de işiniz düzeldi Ağay Necmettin. Sen öz üzerinde çalışsan, geleceğin parlak olabilir. Sizin elçisi mənasında elmətdin istedadlı oğlandır. Mən elə bir şeir də yazmamışam, ancaq çoxlu şeirlər oxumuşam. Mənə elə gəlir ki, şair Allah'tan da böyük məqamı malikdir. Niçin ki? Allah'ın şərh əsəri olan insan ölür. Ancaq şairin yarattığı sənət qalır. Şair ölür, şeirsə qalır. Sənətin möcüzəsi də elə bax bunlar. Düz demirəm şair. Tamamıyla düz buyurursunuz Ağay Necmettin. Estağfurullah. Şairə Allah kimi baxırlar. Bəs bizim zamanımızda necə? Ağay Bizim zamanımızda indi hər şey adiləşib. Şeir də adiləşib, sənət də adiləşib. İndi onun yerini siyasət tutub. Siyasət. Ağay Necmettin, gerek edebiyat, sənət, cəmiyyətə xidmət edir. İnsanların həyatını bakir hisslərlə, məhəbbətlə, sevinclə doldursun. Onları yaşamağa, mübarizə aparmağa, sevməyə səsləsin. Şeirin, sənətin ruhu ilə. Oğul, sən mənim şeirimi yaz ver. Bu saat Ağay Necmettin. Yoxsa sən də bəzi şairlər kimi haqqını əvvəlcədən istəyirsən, hə? Yox, bu saat yazaram. Yaxşı, bu cavan oğlan orada işləyir. Hele Heç yerdə. Şəhərə təzə gəlib. Qərara gəlmişik ki, hələlik bizdə qalsın. Ağay Necmettin, elə istəyirik biz də bu barədə sizlə bir balaca məsləhətləşək. Ona bəlkə bir iş düzəltdik. Elə iş məndə. Mən öz müvəkkilimi əl-ərinin üstündə qoymuşam. Əgər bacararsa gəlib işləsin. Görüm əlindən nə gəlir o? 3 il Qəryadar Qulamın mirzəsi işləmişəm. Yazı pozu işi olsa pis olmaz. Başqa nə iş olsa da... Harada yaşayırsan? Hələlik qərara gəlmişik ki, bizdə qalsın. Sizdə niyə? Ev məndə. Mənim müvəkkilimin şəhərin mərkəzində bir otaqlı evi vardı. Bax, orada yaşayarsan. Sənə maşını da verəcəyəm, maaşın da yaxşı olacaq. Bütün işlərimi də sənə tapşıracağım. Ancaq haqq hesabda gəlib düzgün olasan. Mənim şeirimi verirsən. Buyurun. Ay. Aferin.
yaxın. Tanışalım. Hoş gelmişsiniz. Çok sağ ol. Benim istekli, sevimli, mehriban kızım Zerrintaç Hanım. Ağa Elmettin benim yakın dostum. Hem de kömekçimdi. Hem de şairdi. Şefigöl'de bizi şehirleriyle feyziyat edilen oğlan bak hemen budur. Dünən Gübrəgahım sizi yaman tərifləyirdi. Çok sağ ol. Mən bir dəqiqə. Gübrəgahım, buyurun içəri. Gel oğlum gel. Paylaş. Sağ ol. Biləm ki, sən bizə hoş gəlirsən. Çok sağ ol. Bak bu evi elə öz evin kimi hiss edin. Gəlsən bu birinci badənin içi sən sağ ha? Yaxşı, sən bizə hoş gəlmişsən oğlum. Sağ ol. Sağ olun. Sizə sağ olun, Zağa Əlməttin. Xoş gəlmişsiniz. Heç belə niyə? Niyə içmirsiniz? Ben hiç içmemişim hanım. Hiç içməmisiniz? Şair olasını içməyəsən? Bu necə şəhərdə Gübrəgahım? İç, iç. Bizi bir yabır eləmə. Vallahi içe bilmiyorum. Mən verəndən sonra da içməyəcəksiniz. Vallahi hanım. Mən sizi gözləyirəm. Vallahi belə. Ben daha içmeyeceğim. Deyirəm, bu qədəhləri də içək mənim sağlığıma. Elə deyil Gübrəgahım. Oo, sənin sağlığına zəhər də olsa içərəm. Sağ ol. Sağ ol. Mən sizi gözləyirəm. Amma o içki səni düşür. Neden bilirsiniz ağa? O adam ki içəndə sifəti qızardı, allandı, deməli onun bədəni içkin götürür. Elə ki sifəti qaraldı, bozardı, o içkisi yaxşı olur. Ben hiç bilmiyorum. Siz hələ çox şey bilmirsiniz, Ağa Əlməttin. Məsələn, siz bunu bilmirsiniz ki, məclisdə qadın əyləşibsə, kişilər gərək badəni birinci onun şərəfinə qaldırsınlar. Ay. Mən təklif edirəm, bu badələri içək mənim sağlığıma. Mən şəxsən ikinizdən də qabaq içirəm. Sağ ol mənə. Sənin sağ ol. Sağ ol Gübrəgahım, mən yaxşı qızım. Üzr istəyirəm Zərintaç hanım. İçin, mən sizi gözləyirəm. Aferin. Diyem bu badələrin içək bizim möhtərəm Ağay Nəzməddinin sağlığı. Görürəm. Sən gitsən yaxşı nəticə çıxarda bilirsin. Ha? Buyur oğlum, buyur. Ağay Nəzməddin bizim o şiiri sənəti çox gözəl qiymətləndirir. Aksaqqal, sizin şərəfinizə. Sağ ol, sağ ol. Sən sağ ol, Gübrəgahım. Sağ ol. Deyirəm, cavan şair bir şeirlə məclisimizi bəzəsə yaxşı olar, ha? Onu sən bilərsən, şair bilər.
Özün bilirsən ki, mənim şeirimim... Ayıp ki o cəhətdən mənə oxşamalısın. Oğlum bir şeir değil, hem de dünya xanıma hədiyyə olsun. Ağabey Necmettin, eğer indi söyleyeceğim şiir sizin hoşunuza gelirse, siz onu Dünya Hanım'a çattırsaz, ben özümü çok hoşbəxt hiss ediyorum. Laf yaxşı olar oğlum, deyəz, gel. Nurdan yaranmışsan, nurdu bakışın. Ulduzlar göylere, gözünden düşün. Seven yüreğime bu ateş, bu ot. Seven yüreğimin közünden düşün. Senden ayrı düşmek en büyük günah. Ağaran saçma, bakıp çekme. Yüz telim həsrətdən ağarıb, valla. Bircədən, bir acı sözündən düşüb. Eşkinlə ucalan uca bir dağam. Səni sevəcəyəm, nə qədər varam. Bir kəsi deməyə qoymayacağım. Sevgilin qocalıb, gözündən düşüb. Sen ne zərif şeyler deyirsən oğlum. Sen bunu elə belə yazmazsan görünür, yüreğin doludur. Dərsiz adam yoxdur dünyada, ağay Necmettin. Yoktur. Resmen ben. Məncə sizin də dərdiniz olmamış deyil. Sadəcə siz onu indi... Onu düz deyirsən oğlum. Ben özüm de bilmirəm oğul. Qıradan baxan elə bilir ki, dünyanın en xoşbəxt adamıyam. Ancaq benim de öz dərdim var. Neyse. Sen o şiiri yazman için ben gitmeliyim. Kara, in oru dünyanın yanına. Ayşe, yok. Başka yere gideceğim. Yazdım. Ay, sağ ol. Buyurun ağay Necmettin. Yaxşı. Sizin icazənizlə Ara. mən də gedim. Yo. Siz oturun yoksa Zərgitaş xanım darlar. Ben bu saat koydum. Əyləşin. Bu qədəhləri də için sənin sağlığı. Sən yaxşı olana oxşayırsan. Siz mənə həddindən artıq iltifat göstərirsiniz xanım. Sizin sağlığınıza endişən sizlərin təş xanım. Bu kişi kimdir belə? Xidmətçimizdir. Yaxşı, səliqəli, sədaqətli adamdır. Neçə illərdir bizdə yaşayır. Yazıq kimsəsizdir. Görünür, qibləgahın çox səxavətli adam. Allah ömrünü uzun edesin. Sağ ol, Hürmətin. Bəs, indi o hara gedir? Dünyanın yanına. Kimdir bu dünya xanım? Dünəndən kişinin ağzından düşmür ha. Hə? Siz də hiss eləmişsiniz. Çox istəyir dünyanı. Başqa yerdə saxlayır onu. Bəs niyə evdə saxlamır? Mən vurmuram. Niyə? Ürəyim götürmür. Axı necə olsa o mənim anamın yerinə gəlir. Mənsə bunu qəbul edə bilmərəm. Qibləgahımın tayı deyil. Kişi bu yaşda vurulub, ağlını əldən verib. Axı özün də bilirsən ki, belə şeylər fəlakətlə, faciə ilə nəticələnir. Musiqiyə qulaq asmaq istəyirsən. Hə. Bir dəqiqə.
Yaxşıdır. Elbette. Musikiden öte ölürüm. Musiki olanda incelirim, yaşayırım. Birleganınızsa, şiir okuyanda sevin, şiirlerinize sanın. Qərbi olsa da, o da yaşlı sevir. Sevin. Bəs, Niye sözünü kestin Mehmettin? Demek istiydin ki, sen nece sevirsen, sen de seni demek istiydin. Bak Mehmettin, benim o adamlardan acığım gelir ki, ürəyinə keçenleri diline getirmeye cesaret edemezler. Mehmettin sus, ben bu gece içmek istiyorum. Sus! Doldur! Ve sözüm? Özür de sus! Ben tekçe bilmirəm, susurma. sağ olun Zərifə Hanım. Ölmezsin. Pek iyi. Ha? Ben rəqs eləməyi bacarmıram. Öyle mi? Ben seni seviyorum. Siz necə də gözəl rəqs edirsiniz. Ben de özür, sen de. Yine içimsen. Azca. Azca. Ben içine yad edirsen ağam. Yok Mervez'im, sen hemşe benim yüreğimdesin, kalbimdesin beni. Eski günlerdesin, ha? Ben axı tek oturup darxıram. Qapını açıp içeri giren bir nefer yok, halımı soruşan yok. Oturam dizini görürəm də olan özümü. Benim gördüğüm, görebileceğim bir adam varsa o da sensin ağam. Sen de ki içene beni yada salırsın. Misafir olsun azizim. Aynen olsa gece gündüz yanında kalmam. Bak hep buradaca yanında oturup senin bu ipek saçlarından öperim. Bak yoksa ki 5 devre vaktim olan için kaçıp gelirim yanıma. Sen benim koca Siracettin'den 1 milyon alanda o kadar sevinmiştim ki. O ifunet çirkap içinden xilas olmağıma o kadar sevinirdim ki. Sen ne diyorsun? O vaxtlar sen beni çok sevirdin ağam. Ne ise soyunursun. Yok yok, senden soyabilirler. Bu grup çağında Tanrım beni bağışladı, sen yegane gurbesin. Sen benim cavanlığımsan. Sen benim boş dünyada bu insanlara çalıştıran yegane bir gurbesin. İnan her şeyim, varın yokum, ömrüm de senindir. Ancak senden bir umacağım var. Ne değil ağam? Sadakat, sadakat, Sadakat. sadakat. Yani benim sana sadık olmayacağım mı? Yok yok, ne diyorsan. Ben seni bak imkanım olsa sinemi yarıp sinemin içinde gizlederdim. Gözlerin içinde saklayardım ki sana ya gözler bakmasın. Gene bu deliliydi, divaneliydi. Açık ben hiçbir arvadlarım bu kadar kıskanmamışım. Demek ben o rahmetlilerden çok istiyorsan ki kıskanmasın. Elbette, müebbet olan yerde kıskansızlar.
sevgisiz kız sonsuz kıskançlık olabilmez. Ben bunu bilmirdim ağam. Hardan bilirsən, benim balam. Senin bula bilmeye hele çok vaktin var. Sen yanıma biraz geç gelende bile darıxıram. Oturup uşaq kimi ağlayır. Yok yok, ben seni ağlama koymarım. Sen yalnız bir defa ağlamalısın. Cemil bir dəfə. Ha, Açam. o da ben öğrendim. Sen dəlisən ağam. Sen dəlisən. Eğer ben öğrende, sen benim tabutun üstünde bu güzel gözlerinden lisan yaşı aksan, ben ölmeyi hızla hoşbaklı seviyorum. Vallahi sen dəlisən ağam. Sen dəlisən. Sen müəbbət dəliliyi bağam. Eğer beni danışsaydın, kitaplarda okusaydım ki sen yaşta bir kişi, biri yere güne sığmayan bir müebbetle sevebilir, inanmazdım. Vallahi inanmazdım ağam. Ama seni görenden sonra inandım. Seni görünce ve seviyorum ki her şey yadımdan çıkıyor. Gel. Sen de Şanlı eve gelmeyime razı olmadı. Hı? Yesin biraz yumuşalım. Bu yakınlarda seni evimize aparacağım. Yaxşı olar ağam. Ben de darıxmaram, o da darıxmam. Bilirsen bir cavan oğlan peyda oldu. Belki dedim ona geldi. İran. Gel. Gel yaşayalım bizim için. O dünyanın derdi serini, dünyanın ahmak adamlar çeksinler. Senin sağlığı var. Ne içmişsin? Ne yadından çıkıp ağam? Ben ettim fazla bilmərəm. Bir, sonra... Öptüm yanağından, yandı dudağım. Demli gözlerime dans güldü. Sevinçten titredi elim ayağım. Üstüme şebekler, nurlar döküldü. O an bir yuxuydu inciden ince. Hele ayılmayayım koyun ben ama. Ayna qabağında durup gizlice öptüm seni öpen dudaklarına. Yaxşı da. Kime şey dedi? Benim ettiğim benim yakın dostumun. Çok zərifdir. Şair yaxşı yazıb ağam. Öptüm seni öpen dudaklarına. Bak belə. Bak beni. Hey. Salam Zəynətə xanım. Tamam. İşin zəngilədim, gördüm yumurtanı, yalan qaldım, gəldim. Yaxşıyam sən. Əyləş. Ne olub sənə? Deyəsən ağlamısan, hə? Bəlkə bir hadisə üz verib. Anam ölüb. Ne danışırsan? Açın değil mi? Bugün məktub almışam. Qəriyyələr bulamıyorsun. Neyinə fikrindəsən? Neyini bilərəm? Gezmirsən? Ne mənası var? Qırxı çıxıb,
çoktan bastırırlar. Orada bir kesin zadın kalmıyor. Yok. Hiç kesim yoktu. Ben de bizim neslin yegane kalmış nümayəndəsiyəm. Yazım anam. Oğlu özgə çiğnində getdi qəbrə. Atamın ölümü. Sonra da anamın ölümü. Gəlinin itməsi. Mənim çıxıb getməyim. Bütün bunlar yazımın ölümünü sürətləndirdi. Bizi xoşbəxt görmək istəyirdi. Bu bütün anaların arzusudur. Heç inanmaq istəmirəm ki, o ölüb. Doğrudan da elədi. Adam gözüyle görməsə, inanmaq istəmir. Anam rəhmətə gedəndə ben Fransa'ya gezmeye geçmiştim. Gelende gördüm. Yoktu. Allah rəhmət eləsin. Allah senin de ölenlere rəhmət eləsin. O vaxtdan iller geçir. Qəbrini görsəm də inanmaq istəmirəm. Düzdür. İnanmaq olmur. Bu yaxşıdır. Qoyanan senin fikrində həmişə cavan qalsın, həmişə canlı qalsın. Yaxşı mı? Şəfi, qibləgahım, mələkə bilir. Yox. Nahaq. Demək lazımdır. Için